Dostlar, ədalətlə bağlı bir video hazırlayıb vermişdim. Onunla əlaqədar çox müxtəlif zid rəylər gördüm, əziz dostlar. İndi bu mövzuya bir daha qayıtmaq istəyirəm. Allah bizə Quran vasitəsilə Əl-Casiyə, Diz Çökənlər surəsinin 22-ci ayəsində belə deyir. Allah yeri və göyləri öz ədaləti ilə yarattı ki, hər kəs öz qazandığının əvəzini, qarşılığını alsın. Əziz dostlar, mənim sözüm inananlaradır. Yəni, biz gəlin yəqin qəbul eləyək ki, yer üzündə ədalət var. Allah yeryüzünü öz ədaləti ilə yaradıbdır. Həm göyləri, həm yeri, həm bizləri, əziz dostlar. Quran Allahın elmidir, bizim həyat elmimizdir. Mən bu misalı həm ədalət mövzusunda, həm də elm mövzusunda xatırlatmaq istədim, əziz dostlar. Quran Allahın bizə göndərdiyi bizim həyat elmimizdir. Şəxsi inkişaf proqramında isə, əziz dostlar, növbəti 9-cu pillə mənim işimin elmidir. Necə Quran bizim həyat elmimiz olduğu kimi, biz hansı işlə məşğul olursa, o işimizin elmini də öyrənməliyik, əziz dostlar. Xoş gördük.